Salam, hörmətli izləyicilərimiz. Sizə bir dənə şəxsi tikili, gözəl ev çəkməyə gəlmişik. Bax, gördüyünüz kimi evimiz 4 otaq, 1 mətbəxdən ibarətdir. Sağ tərəfdə yerləşir belə bir böyük qonaq otağı. Bax, gördüyünüz kimi evimiz şəxsi tikilidir. Quruq qoşudaşla təchiz olunub. 10 sotun içərisindədir. Bax, burada birinci yataq otağımızdır. Geniş, böyük yataq otağı. Evdə istilik sistemi kombidir. Yəni, hal-hazırda işlək vəziyyətdədir. Burada yerləşir belə bir gözəl xanımların ən sevimli otağı mətbəx. Gördüyünüz kimi mətbəx mebeli evdə qalacaq. Keçək digər otaqlara. Burada uşaqlar üçün nəzərdə tutulmuş belə bir dedisk otaq. Yəni, dedisk demək oldu ki, yəni böyük otaqdır. Gördüyünüz kimi hər bir evin özünə zövqünə uyğun otaqlarının öz aboyu var. Burada isə hörmətli izləyicilərimiz ayrı-ayrıcılıqda sanitar qovşaqdır. Burası hamamı. Burası isə sanitar qovşaq. İndi həyətini sizlərə göstərəcəm, hörmətli izləyicilərimiz. Bax, sanitar qovşaq da ki, yəni koridor tipindədir, stilindədir. Keçək həyətini sizlərə göstərəm. Çox gözəl, çox, nə bilim, qəşəng evdir bu ev. Qiymətdə ki, çox gözəl, evimizin qiyməti çox münasibdir. Yəni, yerdən kürsülüdür, 6 daş yerdən kürsülüdür, gördüyünüz kimi. Çox böyük, 120 kvadrat evdir. Həyətində növbə-növ meyvə ağacları, su quyusu, bütün kommunalları, qazı, suyu, işığı, hər bir kommunalları daimidir. Bax, gördüyünüz kimi şəlaləsinə kimi evimizin həyətində. Orada yay mətbəxidir, manqallısı. Evin qarşısında qaracı. Evin hətta buradan arxasında mövcuddur. Onu sizlərə göstərəcəm. Burada toyuqlar üçün əldam var orada. Dediyim kimi qaracı, həyətində əlavə sanitar qovşağı da var. Bu evimizin görünüşüdür. Evimizin qiyməti çox münasibdir. Yəni təcili satıldığı üçün evimiz 100.000 manat deyilir. Hələ oradan inşallah real alıcıya da gözəl endirim olacaq. Bax, burada yenə dediyim kimi manqallısı, yay mətbəxi. Bura isə evimizin arxa hissəsi.